Salam mənim əzizlərim, mənim gözəl xalqım, gözəl millətim və gözəl insanlar. Qəlbi təmiz insanlara, gözəl insanlara Allahın salamı üzərinizdə olsun. Allahın gözəllikləri hər birinizin üzərində olsun. Niyyətində pis olanlara isə Allahdan islah olmağı, öz yoluna qayıtmağı, axirətini düşünməyi, o dünyadakı sorğu-sualını düşünməyi Allahdan arzulayıram. Bugün sizlərə evin pis auralardan, gözə görünməz məxluqatlardan uzaqlaşdırmağı üçün bir ritual paylaşacağım. Bunu mən öz müştərilərimə də paylaşıram, amma xatırladıram hər biri bizə. Kimin evində güclü cadu varsa bu qismən təmizləyəcək. Evi təmizləyir, amma insanın özündə, yolunda güclü cadu əməli varsa qismən təmizləyəcək. Və xahiş eləyirəm, sual verəndə diqqətli olun, diqqətlə axıra qədər qulaq asın. Ay mənim gözəl millətim, ay mənim gözəl xalqım, bunları sizlər üçün eləyirəm. Buna görə də bəzi ekstrasenslər məndən düşməndir, tez-tez məni polisə şikayət eləyirlər. Yəni, onlar nə qədər eləsələr, nə qədər mənə ruzi bərəkətimlə oynasalar, bax, daha da dolğun mən bu nələri paylaşacağım. Və and içirəm bugünün, bu mübarək günün müqəddəsliyinə, kimsə bundan belə məndən şikayət eləsə polisə, mən o insanı verəcəm məhkəməyə. Çünki mən cadu etmirəm. Heç bir qüvvə məni cadu etməyə məcbur eləyə bilməz. Mən ağmagistam və heç kimdə əlində heç bir əsassız əlinə problem yaşatmasın, nə özünə, nə hansısa bir polisinə. Yəni, bunlar mənə keçmir. Sizə başlayaq, ritualımla başlayıram. Bu duzu sizə göstərməyəcəm, çünki niyə ştrif koduna görə bilirsiniz, TikTok bunu qəbul eləmir və sizə izah eləyirəm. Burada görünməyən yerdə bunu saxlayıram və sizə izah eləyirəm. Demək, evində neçə otaq, nə qədər uqul, küncüm, otaqların, evin, yalnız hamam tualetə olmaz. Bunu diqqətlə baxın, diqqətlə qulaq asın. Sizə bir şey də xatırlatmaq istəyirəm ki, heç vaxt hamam tualetin qapısını açıq qoymayın. Nə vaxt girdiniz tualetə də, nə vaxt girdiniz hamama da, tualetin, hamamın qapısı açıq qoymayın. Örtün, çünki məxluqatları, orada gözləmədə olan məxluqatları evin içinə dəvət eləyirsiniz. Və künclərə görə hesablayın. Neçə qaşıq, məsələn, hər küncə 2 qaşıq töküləcək, neçə otağımız var, neçə paçka, sol, xörək duzu, amma qalın olanı da, narın deyil, qalın olanı. Bundan istifadə eləyəcəksiniz. Mən, naprimer, göstərəcəm sizə, çalışacağım, ştrik kod düşməsin bura, Allahın izni ilə düşməz. Bir podnusa belə tökəcəksiniz. Podnusa tökdükdən sonra eviniz böyükdürsə, böyük otaqlardırsa, böyük pəncərəsi, məsələn, çox pəncərəsi, çox künclərim varsa, siz başlayacaqsınız, böyük bir podnusa eləyəcəksiniz. Niyə podnusa? Ona görə ki, sizə rahat olsun. Və mən bunu oxuyuram sizlər üçün. Siz də baxın, mən necə eləyirəmsə, elə də eləyin. Müsəlmanlara müsəlman duasıdır, xristiyanlara xristiyan duasıdır. İndi mən müsəlmanların duasını deyəcəm, xristiyan dualarını da altda yazdıracağım və diqqətlə baxın, bunu ayda bir dəfə eləyin. Bu çox gözəl və xeyirlidir. Allah qapıya səbəb salsın. İndi mən çalışacağım, oxuyuram, siz başınızı əyəcəksiniz, duza tərəf mən əymirəm, amma siz əyəcəksiniz və başlayacaqsınız oxumağa. Bismillahirrahmanirrahim. Qulləzü bi Rəbbinəs, Məlikinəs, İləhinnəs, min şərril vəsvəsil xənnas, ələl-ləzi yefəs südrünəs,
minəl cinnətindən nas. Amin. Xatırladım ki, bu Nas surəsidir. 7 dəfə Nas oxuyacaqsınız. 7 dəfə Fələk surəsi oxuyacaqsınız. İndi mən Fələyin də oxumaq qaydasını deyirəm. Yəni bilməyənlər üçün bu çərəkə kitablarında var. Bir də əsas bir nüansı sizə hatırladım. Burada məndə yerə töküldü. Bunu eləyəndə elə eləyin ki, bu yerə tökülməsin. Yerə töküləni, yəni stola töküləni qaytarıb duzun içinə tükmək olmaz. Karışdıranda da elə karışdırın, düzdür. Hər tərəfinə karışdırın ki, o dua ümumiyyətlə bütün duzu götürsün, tutsun. Şimdi 7 dəfə Nas surəsindən sonra 7 dəfə də Fələk surəsi oxuyacağıq. Başladıq. Bismillahirrahmanirrahim. Qul zübiret bil felek min şerri ma halak ve min şerri gazigin izzebegab ve min şerri nefesati fil ukad ve min şerri hasidin izzehasad. Amin. 7 dəfə də Fələk surəsini oxudunuz. Səslə oxumağınız daha yaxşıdır. Çünki evdə olan bəzi məxluqatlar, hansı ki yaxşı olmayan, pis niyyətdə gələn məxluqatlar bu səsdən qaçır. Hər evdə Cin surəsi hər gün oxutmağınız, Fələkdir, Nasdır. Yəni bəd nəzərdən təmizlənmədir. Ərəbcə, səsli ərəbcə Quran nələri qulaq asmağınız çox gözəldir. Evə doğrudan da gözəl bir rifah verir. Oxudunuz, qutardınız. Ondan sonra saat əqrəbi istiqaməti birinci başlayırsınız koridorunuzdan. Saat əqrəbi istiqaməti keçirsiniz. İndi bilmirəm kimin başda kuxnyasıdır, kimin yataq otağıdır bilmirəm, fərq eləməz. Hər küncə 2 xörək qaşığı tökəcəksiniz. Bunu da sizə bildirim ki, bu rituala başlayanda heç kimsə ilə danışmaq olmaz. Ritual tam qutarana kimi nə kəlmə kəsmək olmaz, nə qapı açmaq olmaz, nə telefonda danışmağı olmaz. Yəni bu ritualı yarımçıq qoymayın, çünki o daha da ağırlıq verə bilər sizə. Ən gözəl saatı günorta saat 2-dir. 2-də bunu eləsəz çox gözəldir. Bütün otaqlara, mətbəx, qonaq otağı, spalnilər, yataq otağımları koridordan başlayırsınız, koridorun bir tərəfindən. Çünki niyə? Saat əqrəbi istiqaməti gəlirsiniz. Demək, otaqlardan gəldiniz, qutardınız, sonra keçirsiniz sağa. İndi kimin evin proyekti necədir mən bilmirəm. Öz evinin proyektinə uyğun saat əqrəbi istiqaməti siz bunları edin əzizim. Gəlib bu son otaq çatdınız. Məsələn, girdiniz koridordan bir dənə də otaq var, girdiniz otağa. Onu da saat əqrəbi istiqaməti. Qapıdan girdin, solla töküyə gəlirsən. Sağda koridorun qapıya yaxın istiqamətinə tökün. Baxın əzizlərim, sizə mən tam aydınlıq verirəm. Yəni burada anlaşılmazlıq heç nə yoxdur. Diqqətimlə qulaq assaz, hər şeyi düzgün başa düşəcəksiniz və bunu edin. 2 gündən sonra, məsələn, bugün tökdünüz, sabah yox, birisi günü pəncərə uğullarına da tökə bilərsiniz, yəni künclərimə də tökəcəksiniz bunu. Bugün tökdünüz, bugün deyil, tökdünüz, qutardınız, bugün yox, sabah yox, birisi gün. Saat 2-də başlamışdırsa, yenə də səssiz, heç kimlə danışmadan, heç kimlə ünsiyyətini qurmadan, bu stolüstü veniklə süpürgə, balaca şotka süpürgə, balaca xəkəndazım olsa daha yaxşıdır. Çünki o süpürgə daha qəşəng süpürür, yığır. Ev süpürdüyünüz süpürgə ilə olmaz. Bunu adəlini bunun üçün alsaz, ayırsaz daha yaxşıdır. Yığdınız hamamda, rakvində, kuxnyada olmaz, tualetə tökmək olmaz. Bayıra aparıb töküb üstünə su töksəz lap yaxşı, evdən uzaqlaşdırır. Amma yox, illah da bayırda
apara bilmirsinizsə, evdə hamamda rakvində tökürsüz, duzu ora və üstünə suyu açırsınız. Əlinizi vurmadan o su tamamilə o duzu yuyur, aparır. Ondan sonra əllərinizə salavat çəkin, əllərinizi yaxalayın və qurulayın, keçin artıq işinizi görə bilərsiniz. Və sizdən yenə də xahiş eləyirəm, diqqətlə baxın. Nəyi başa düşmədiniz, bəli, soruşa bilərsiniz. İnsanlıq, kimsə fikirlidir, kiməsə biraz yaddaş problemi var, yaxşı izahını başa düşə bilməyib, problemi deyil, yaza bilərsiniz. Sizə kömək eləməkdən özümə qürur duyuram. Allahımın mənə verdiyi bu vasitəçiliyə görə Allahıma şükür eləyirəm. Hər birimizin bu bayram günündə əllərimizdən, gözlərimizdən öpürəm. Allah xalqımızı qəda balalardan, müxaribələrdən, cavanlarımızı, pis niyyətli insanlardan, insanlarımızı şeytan əməllərindən qorusun. Əmin.